Çəkilişin baş sponsoru Hacı Seylon çayları. Tarixi yaşatmağın önəmi keçmişlə gələcəyin arasında vasitə olmağı bacarmaqdır. Və bugün biz sözün əsl mənasında tarixi öz yaradıcılığında, öz şəxsi taleyində, öz ömür yolunda yaşadan və gələcəyə sağlam vasitə olan bir insanla görüşürük. Və bugün biz elə bir insanın həyat fəlsəfəsinə, elə bir insanın iç dünyasına, elə bir insanın düşüncələrinə qonaq olacağıq ki, o bütöv Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini özündə ehtiva edəcək. Bu Samaya xanım İsmayılovadır. Samaya xanım İsmayılova İrəvan Dövlət Teatrının aparıcı aktrisasıdır. Samaya İsmayılova əsl Azərbaycan qadınıdır. Samaya İsmayılova Qərbi Azərbaycan tarixinin birbaşa iştirakçısıdır. Bütün mənalarda, istər öz işində, istər öz yaratdığı obrazlarda, istər öz şəxsi həyatında, istər öz düşüncə fəlsəfəsində və s. Və bugün Xəzərin sahilində biz Samaya İsmayılovanın həyat fəlsəfəsinin qonağıyıq. Hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər və Samaya xanım, hər vaxtınız xeyir olsun. Doğrudan səmimi deyirəm. Həmişə o üzünüzdəki xala baxırdım. Deyirdim, Allah, bu nə gözəl. Xəzərçisiz? Artıq mənim qonaqlarım ya xəzərçi olur, ya belə. Xəzərçiyəm, dənizə dalmıram. Amma dənizə baxmağı çox sevirəm, onu seyr eləməyi çox sevirəm. Və nədən başladı ki, siz məhz bu sahəni seçdiniz və o cəsarəti bulub bura gəldiniz? Qadına, qıza qarşı belə atəşi hərəkət olsaydı, o vaxt qan tökülərdə belə bir insan idi. Bir gün atama deyir ki, Samayanı gətir bir də mahnı oxusun. Və mənə dedi ki, qızım, bir oxu görüm, nə qəşəng oxuyursan sən. Mən də belə məhtal qaldım ki, mən nə oxuyuram. Babam deyir, heç kəs o qıza dəyməyəcək, o mənim oğul balamdır. Mən ona görə gəldim bu seyri, yoxsa mənim aktrisalıqla işim yox idi, nə düzü. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Mənim gözəl qızım, qızım deyirəm, bunu ürəkdən deyirəm, bilirsiniz ki. Allah sizə can sağlığı versin. Mən sizə çox-çox təşəkkür edirəm bu gözəl verilişə dəvət elədiyiniz üçün. Mən bu verilişi neçə illərdir davamlı izləmişəm. Həmişə də sizə baxıb mən fəxr eləmişəm, amma bilməmişəm siz Qərbi Azərbaycanlısınız. Sadəcə bir aparıcı kimi çox, indi mən bu verilişdəyəm, buna görə demirəm, az-çox mənim səmimiyyətimdən xəbərdarsınız. Doğrudan səmimi deyirəm. Həmişə o üzünüzdəki xala baxırdım, deyirdim, Allah, bu nə gözəl. Qəşəng, çox gözəl də belə, hər şey yerində. Çağırdığınız qonaqlarla olan münasibətiniz məni valeh eləyirdi. Sizin o dərin düşüncələriniz, o dərin suallarınız var idi ki, o sualları çox aparıcılarda sən eşidə bilmirsən. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Sizi kimi insanlar, dəyərli insanlar, əslində dəyər sözünün mahiyyəti o qədər böyükdür ki, dəyər sözünün anlamı o qədər böyükdür. O sözü demək məsuliyyətindən başqa, o sözü eşidib onu daşımaq məsuliyyəti də o qədər iki qatdır. Çox məsuliyyətli. Və hər zaman biz bir-birimizə dəyərli olmağı yansıtmalıyıq və bu kürsüdə əyləşən insanlar öz dəyəri ilə ölçülür, öz fəaliyyəti ilə ölçülür və nə gözəl ki, biz bugün Qərbi Azərbaycan, yolumuz Zəngəzuradır deyərək Qərbi Azərbaycan tarixini yenidən vərəqləyirik və nə gözəl ki, bax, bizə bu gücü, qüdrəti, bizə bu şərəfi vermək şansını bizə bizim ölkə başçımız verib və yolumuz Zəngəzuradır deyərək növbəti tarixi qələbəmizi gözləyirik. Və Samaya xanım, belə bir məqamda əlbəttə ki, biz sizi dinləməliyik. Əlbəttə ki, siz bizim Xəzərimizin sahilində, onun qoynunda, bax, o illəri, o keşməkeşli, şərəfli və sevincli, kədərli illəri məhz sizin dilinizdən eşitmək istəyirik. Adətən bunu yaşamaq ayrı, yəni bunu yaşayan milyonlarla insan var və amma onu yansıda bilmək, onu öz peşəsində, işində, özü də sizin peşəniz yaradıcılıq tələb edən peşədir və bu işdə onu birbaşa
göstərə bilmək bu böyük bir cəsarət və qəhrəmanlıq tələb edir. Odur ki, əlbəttə siz olmalısınız. Əlbəttə siz olmalısınız və əlbəttə siz bu gün Xəzərimin qoynunda bizim Azərbaycanımızı vəsf eləməlisiniz. Yeri gəlmişkən elə Xəzər haqqında qoy birinci sualımı verim, çünki Xəzərim məndən inciyər, o da məndən bərabər aparıcıdır. Hərdən deyirəm ki, bu mistik metafora nə dərəcədə doğrudur, amma ki, hissiyatım belədir və həqiqətən o da o hiss edir, qonaqları da hiss edir, onun ruhunu da. Bax, verişdən öncə Xəzərin sahilində gəzdiniz, onun ətirini duydunuz və o qədər gözəl bir yerdəyik ki, Bakımızın tam da mərkəzində, Dilbər güşəsində və öz ləfəsini, öz ətrini bizə bəxş eləyir və Samaya İsmayılova həyatında Xəzər, yəni Xəzərçisiz. Artıq mənim qonaqlarım ya Xəzərçi olur, ya belə. Xəzərçiyəm, dənizə dalmıram, amma dənizə baxmağı çox sevirəm, onu seyr eləməyi çox sevirəm. Mən bir şey bilirəm ki, mən Azərbaycanı Xəzərsiz təsəvvür eləmirəm. Çünki Xəzər Azərbaycandır. Mən belə fikirləşirəm. Bəlkə də yanlış deyirəm, bilmirəm. Amma yenə də mən Bakını yox, ümumiyyətlə Azərbaycanı Xəzərsiz təsəvvürümə gətirmirəm. Xəzərdə mənə qalan nədir, əzizim? Bax, bu, indi bayaqlarda biz dəniz qırağında seyr eləyirik, gəzirdik. Bütün o 70-ci illərdə mən Bakıya birinci dəfə gələndə o Xəzərdən aldığım o qoxu mənim üçün o qədər müqəddəsdir ki, o qoxunu mən heç bir nə duxu, nə bilmirəm də bu ətirlərlə dəyişə bilmərəm. Çünki təsəvvürən ucqar bir dağ kəndindən gəlib düşürsən, bir səhra, o vaxtda səhvluğun yollar qumsal idi da, indiki kimi belə inkişaf eləməmişdi. Və o neft buruqlarının arasından o qatarın içində tak gəlirsən, pəncərə açıq yayın hacırında və o Xəzərin, o neftin iyisi çox qəribə bir məndə təəssürat yaradıb və bu gün də o mənim beynimdədir. Samaya xanım, bax elə 70-dən başlayaq. 70-ci illər gənc Samaya İsmayılova və ucqar bir dağ kəndi. Özü də mən bilirəm ki, sizin kəndin insanları konservativ, xarakterik və özünə məxsusdular. Və bu insanlar spesifik xüsusiyyətlərə malikdirlər. Belə bir kənddən çıxmaq və belə bir kənddən çıxıb belə bir sahəyə gəlmək və bu sahədə özünü doğrultmaq və illərdir bu hörməti saxlamaq və bu adı saxlamaq. Bax, 70-dən üzü bu yana bir gəldiyimiz yola, balaca yolu balaca deyil, yəni biz qısa gələcəyik. Bəli. Yəni ki, bu sizin təvazökarlığınızdan balaca adlandırdığınız yol o qədər uzun və şərəflidir ki. Bəli, sözsüz. Və nədən başladı ki, siz məhz bu sahəni seçdiniz və o cəsarəti bulub bura gəldiniz? Mən yəni 100 dəfələrlə bu müsahibələrimdə mən bunu demişəm. Mən gözümü açanda 6-7 yaşında insan özünü dərk eləyir. Həyatı dərk, insanları tanıya bilirsən. Mən gözümü açanda mənim atam dedi ki, yəqin ki, mən zümzümə elədim. Kukla mahnısı var idi o dövrdə. Çox məşhur bir mahnı idi. O mahnını eşidir yəqin ki, atam. Mən indi onu %100 deyə bilmirəm. Və mənə dedi ki, qızım, bir oxu görüm, nə qəşəng oxuyursan sən. Mən də belə mətəl qaldım ki, mən nə oxuyuram. Uşaqsan da, indi bizdə hoppanmaq istəyirik, hoppanmac oynuyoruz, ləpir oynuyoruz, nə bir mak deyirdik, belə şeylər. Oxuya oynamışam, yəqin ki, atadı da hiss eləyib məndə nəsə. O vaxt batifonlar var idi. Gördüm, atam batifon aldı, gətirdi, köhnə plastinkalar. Onlar dedi, qızım, sən bunlara qulaq as. Bir də bizə aşıqlar çox gəlirdi. Borçalı aşıqları, Aşıq Kamandar, Aşıq Hüseyn Saraçlı, tanınmış tozdan əzaflı rəhmətlik. Çox tanınmış bütün aşıqlar bizim baba yurduma gəlirdilər. Babam da o dövrdə, bilirsiniz də, siz azdan çoxdan məlumatınız var. Kərəm kişi adla olan bir kişi idi. Məsələn, orada da bütün kənddə vəzifədə olanlarda bizimkilər də sevmirəm mən belə şeylər danışmaq. Yəni, o aşıqlar gəlirdi, mənim baba ocağıma yığılırdı. Mən bilirdim ki, aşıqlar gələcək, balaca uşaq idim da, 6-7 yaşım vardı.
taxtın altına girdim. Onda da yekə taxt idi da. Bütün ailə bir taxtın üstündə idi. Ora girirdim. Bir də baş sarı tel havası çalınanda çox qəribədir ki, uşaq vaxtından o baş sarı tel məni elə bil özünə almışdı da. Belə rəhmətlik Aşıq Hüseyn Saraçdan elə bil ayağının altına sürüşdüm, belə çıxdım, ona baxıram, alim qalmışam da, kişilərdir. Uşaq yox, qadın yox, heç ancaq kişilər oturublar. Yəni mənim o körpə vaxtımdan o sazın, sözün sehrində olan bir insan olmuşam və mən orta məktəbə oxuya-oxuya çox qəribədir ki, mənim babam çox belə qadına, qıza qarşı belə artaysi hərəkət olsaydı, o vaxt qan tökülərdə belə bir insan idi. Bir gün atama deyir ki, Samayanı gətir, bir də mahnı oxusun. Bilmirəm, onlar məni harada işidiblər, mən harada oxumuşam. Və sonra atam əmlərində biraz narazılıq olur. Babam deyir, heç kəs o qıza dəyməyəcək. O mənim oğul balamdır. Özdə mənə alqarsı deyərdi. Çox iti idim mən, yeriş, hərəkət. Çox iti olmuş, həm idmana gedirdim mən. Ona görə deyirəm, yəqin bir də nəsildən də var bu. Ona deyirdi, heç kəs toxuna bilməz. Mənim qızım oynayacaq, oxuyacaq. Babam rəhmətlik. Ondan sonra atam bütün məktəbdə konsertlər gəlirdik. Sizin Saral kəndə gəlirdik, Arçuta gedirdik, Heydərli kəndində. Özümüzün qarmonçalarımız var idi, zurnaçalarımız var idi. Kənddə özü gətirdi məni bu sənətə. Bu həvəsi mənə atam yaratdı və 70-ci ildə gəldim Bakıya. Atam dedi, Dövlət Universitetinə ver. Mənim sənədlərimi verdilər Dövlət Universitetinə. Həm də Bakı məktəbə qədər pedaqoji texnikuma verdim sənə. 8-ci sinifdən ora verdim. 10-cu sinifi verdim Dövlət Universitetinə. Gəldim, girdim içəri, imtahana girmədim. Dedim, mən onsuz da buranı oxumayacağam. Mən İncəsənət İnstitutu istəyirəm. Gəldim İncəsənət İnstitutuna, artıq imtahanların vaxtı keçmişdi. Çata bilmədim. Mən pedaqoji texnikumda oxudum 2 il. 72-ci ildə mən gəldim, onda atamgilin xəbəri olmadı. Mən texnikumda oxuya-oxuya İncəsənət Universitetinə verdim və Musiqili Komediya Fakültəsinə qəbul oldum. Mən atamgildən başqa reaksiya gözləyirdim. Çünki atam da bala, burax başını, o sənət deyil. Gəl elə müəlliməli qutar, gəl kəndimizə. Dedim, sən yaxşı həyata eləyəcəm, sənin arzuna qoymayacam, qalsın. Nə qoymayacam, getdim. Mənim Mais Məmmədov var idi, Allah rəhmət eləsin. O deyirdi, Hayf bu səs. Sən niyə gəlibsən bu texnikuma? Sən niyə səhv siqnalıya gəlməyibsən? Dedim, valla bilmirəm, bizim məlumatımız yoxdur. Biz ucqar bir dağ kəndində yaşayırıq. Biz Bakıda musiqi məktəbi var, kollec var. O vaxt uçiliş deyirdilər. Bilmirdim, mənim heç bir məlumatım yox idi. Sadəcə qəzetdən İncəsənət Universitetinə baxdım. Musiqili Komediya Fakültəsində muğam şöbəsi də var. Mən ona görə gəldim musiqili. Yoxsa mənim aktrisalıqla zaten belə işim yox idi, nə düzü. Gəldim universitetə girəndən sonra, məni müəllimlər görəndən sonra, Allah rəhmət eləsin, Nəsir Sadıqzadə mənim qrup rəhbərim idi. Dedi, sənin çox gözəl gələcəyin var, sən kompleksi at, qızım, at, çox komplekslisən səndir. Dedim, mən aktrisalıq istəmirəm, mən müğənni kimi istəyirəm. Deyir, sən çox gözəl aktrisa olacaqsan, istəsən dedi, səni kimi bəlkə Azərbaycanda çox az, nadir halda aktrisa ola bilər. Əslində o kompleks bizim aldığımız tərbiyənin redaktəsidir. Bəli. Samaya xanım. İşarə edirlər ki, reklamlarımızın zamanı qaldığımız yerdən davam edəcəyik və sizə suallarım da çoxdur və xəbəriniz olsun ki, sürprizim də var. Ona görə çaydan bir qurtum için boğazınızı yaşlayın və Samaya xanım, biz əziz tamaşaçılarımız, Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. İrəvan Teatrının aktrisası Samaya xanım bizimlədir. Özünə məxsus ifaları ilə hər zaman Dövlət Televiziyasında tamaşaçıların ruhunu oxşayan Samaya xanım bizimlədir. Və onun gəlib keçdiyi çox keşməkeşli tarixi hadisələrin şahidi olaraq gəldiyi bir yol var. O Samaya xanım bizimlədir. Qısa aradan sonra qaldığımız yerdən davam edəcəyik. Verilişin baş sponsoru Hacı Seylon çayları.
Verilişin baş sponsoru Hacı Ceylon çayları. Onun bugün bu kürsüdə əyləşmə səbəbi təkcə Samaya xanım olması deyil, necə Samaya xanım olmasıdır. Konsert qutaran kimi gəldi, mənə yaxınlaşdı. Dedi, mütləq səninlə söhbətim var, gəl. Mənə İrəvandan dəvət gəldi. Dəvət gəldi, atam gəldi. Dedi, qızım, getməlisən öz vətənimizə. Rayonlara köçürmək üçün əllərindən nə gəlirdi, eləyirdilər ki, o teatr bağlansın. Biz hər tamaşadan çıxanda, biz erməninin daşına, qayasına, tüfənginə tuş gəlirdik. Gülün arxasında bıçaq var bunun əlində. Oradan yoldaşım administratora deyir ki, o gülü qoymayın, versin, vuracaqlar Samayanı. Reklamlarımız bitdi. Biz yenidən buradayıq. Hacı Ceylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Yaxt klubdayıq, Xəzərin tam da qoynundayıq və Xəzərin sahilindən sizə salam göndəririk. Həm qoynunda, həm sahilindəyik, eləmi Samaya xanım? Bəli. Və Samaya xanım İsmayılova bizimlədir. İrəvan teatrının aparıcı aktrisası, Qərbi Azərbaycanlı və sevilən müğənni. Bir sıra obrazları yetərincə bizə yansıdan bir insan, əsl Azərbaycan qadını, gözəl ana, gözəl nənə, bu gözəl dost, gözəl həmkar və gözəl ev qızı Samaya xanım. Bax, Samaya xanım bizimlədir və mən istərdim ki, onun iç dünyasının, həyat fəlsəfəsini daha yaxından tanıyaq, daha yaxından bilək. Belə insanları tanımaq lazımdır. Çünki onun bugün bu kürsüdə əyləşmə səbəbi təkcə Samaya xanım olması deyil, necə Samaya xanım olmasıdır. Qaldığımız yerdən davam edək Samaya xanım. Siz dediniz ki, aktris olmaq istəmirdiniz və gəldiniz, ağlım ucundan keçmirdi və oldunuz aktrisa. Bəli. Elə bir teatrın aktrisası oldunuz və elə bir məkanda səhnəyə çıxdınız ki, İrəvanda olmaq, o mənfur qonşuların içərisində parlaya bilmək, bilavasitə yaratdığın obrazdan başqa kimliyini təsdiq edib daha sonra o obrazı yaratmaq demək idi. Həm də ki, o köç vaxtında da yaşantılarınız var ki, çünki siz bunu bir dəfə danışmışsınız və mən bundan çox təsirlənmişəm. İstərdim ki, bu Xəzər nə qədər sirləri gömüb, nə qədər sirləri açıb, nə qədər tarixi hadisələrin şahidi olub. Bax, elə bu məqamda biz bu tarixi də səhifələyək. Mütləq. Yəni, bu institut dövründə o Nəsir Sadıqzadənin mənə dediyi söz məni biraz tərpətdi. Sonra musiqili əl çəkmədi, dedi, gedək sən əsl musiqili komediya aktrisası kimi aktyor evinə məni apardı Nəsir müəllim və orada söhbət getdi ki, mütləq belə, onda da arıq qız idim də, belə döydüm. Dedi ki, mütləq lazımdır. Əsl səhnə vidi var, dedi, bu xanımda. İndi yoxdur belə qızlar, bizdə çox az hallarda var. Mütləq bunu musiqili komediya teatrına dəvət eləyək. Belə kişinin üzünə baxıram da, Nəsir müəllimə baxıram, deyirəm, Nəsir müəllim, aktrisa nədir? Mən aktrisalıq istəmirəm, mən müğənni kimi istəyirəm fəaliyyət göstərəm. Və ikinci kursdaydım, bizim tələbələr, mən həm universitetdə həm əlaçı tələbə idim, həm çox fəal idim. Səsimə görə də ansambla götürmüşdülər məni. Adil Bağırovun ansamblı var idi tələbə vaxtı bizdə İncəsəhər Universitetində. Orada bizim konsertlərimiz olurdu. Aktyor evində bizim konsertimiz var idi. Orada Gülxar xanım Həsənova, Allah rəhmət eləsin, qərni xalq artistimiz idi. Opera Balet Teatrının ərəb zəngisi. Konsert qutaran kimi gəldi, mənə yaxınlaşdı. Dedi, qızım, mütləq səninlə söhbətim var, gəl. Gəl, mən səni Şah İsmaildə ərəb zəngi obrazına hazırlayayım. Var, bizdə çox istedadlı xanımlar var idi o dövrdə. Sahibə Əhmədov, Allah rəhmət eləsin. O var idi, sonra var idi. Səkinə İsmailova da deyəsən oynadı ərəb zəngini. Həm Leyli oynayırdı, həm də ərəb zəngi yenə də yanılmamsa. Və o xanım məni o rola hazırladı. 2 il o mənlə işlədi o rolun üstündə. İnstitut bitirdiyim vaxt artıq mən baxış, tamaşa yox, yəni mənə ayrı bizim ərəb zəngi ilə Şah İsmailin yerini hazırladılar tam.
baxdılar, ərzəmi də qəbul elədilər. Bir dənə də baxış tamaşa oynadıq. Mənə İrəvandan dəvət gəldi. Dəvət gəldi, atam gəldi. Dedi, qızım, getməlisən öz vətənimizə. Bizim orada teatrımız var. Azərbaycan bütün sənətkarlardır da. Azərbaycan başdan ayağa sənət dünyasıdır. Hər kəs burada bu sənətdə fəaliyyət göstərə bilər, amma teatrımız çox ağır vəziyyətdədir. Mütləq getməlisən ora. Ondan da Hidayət müəllim, Allah ona can sağlığı versin. Burada salam, bəli, Hidayət Orucov. Onda bizim teatrın direktoru idi. Hidayət Orucov dəvət elədi. 77-ci ilin may ayı idi. Hələ dövlət imtahanını da verməmişdik. Dövlət imtahanı verəndən sonra mən İrəvan teatrına getdim. İrəvan teatrı çox ağır vəziyyətdə idi. Çox böyük bir avtomobil qəzası keçirmişdi. Aktyorlarımızdan rəhmətə gedən olmuşdu. Çox böyük ağır yaralılarımız var idi. Teatrı da o dönəmdə sıxışdırırdılar. O teatrı bağlamaq üçün, o teatrı rayonlara köçürmək üçün əllərindən nə gəlirdi, eləyirdilər ki, o teatr bağlansın. Mən buradan yenə Hidayət müəllimə çox-çox təşəkkür edirəm. Hidayət müəllimin təşəbbüsündən, onun o çəkdiyi əziyyətdən o teatr orada yaşadı. Teatrın büdcəsi yoxdur. Biz məcbur olduq, konsert proqramı hazırlandı. Bizim Azərbaycan tamaşalarım, Arşın Malalarından, Məştubatdan, sonra başqa bir əsərlərdən də musiqili parçaları erməni dilinə, danışıqlar erməni dilincə gedirdi. Amma musiqi Azərbaycanca, mahnılar Azərbaycanca oxunurdu. Yəni o tamaşalarda olmasın, bu olmasın da, Tutal Marşın Malalarında sözlər, dialoqlar ermənicə tərcümə olundu. Amma musiqilər Azərbaycanca oxuyur, mən də Azərbaycanca oxuyuram. Yəni mən erməni mahnısı oxumurdum orada. İnandırım sizi, gündə 3 tamaşa, belə 3 konsert verirdik. Elə kənd olurdu ki, 3 konsert verirdik. Biz o qədər əzablı yollar keçdik orada. O İrəvan teatrının aktyorları ki var idi. Mən 77-ci ildən orada çalışırdım o insanlarla. Buradan Vidadi müəllim, Elmira xanım, çoxlu salamlarımı yetirirəm, Tamila xanım. Allah ölənlərə qəni-qəni rəhmət eləsin. Biz hər tamaşadan çıxanda, ya hər konsertdən çıxanda biz erməninin daşına, qayasına, tüfənginə tuş gəlirdik. Hətta mən yenə də 100 dəfələrlə demişəm, bundan sonra milyon dəfə də olsa deyəcəm. Şahnazar kəndi, erməni kənd idi, çox böyük kənd idi. Biz orada 3 seans konsert verdik. 3-cü seans axşama düşdü ki, artıq saat 7-də başlayırdı, 9-da qutarırdı da. Deməli, mən konserti mən bağlayıram hər zaman. Millət ayaqüstə, qatarmoğam oxuyuram. İnanın ki, qızım, millət ayaqüstədir də. Yəni, canlı şahidlər, burada bizim teatrın işçiləri, mənlə işləyən insanlar, bilirsən, məndə yanlış ola bilər, amma yalan söhbət yoxdur. Ayaqüstə, millət ayaqüstə çalırlar. Dəhşətə gəlirdim, deyirdim, belə kafir olasan, sən bu qədər bu milləti musiqisinə ötəri öləsən, amma sən bunu özünə düşmən biləsən, nədir bunun səbəbi? Mən indiyə qədər də onu mən aça bilmirəm. Bir də gül çələngi gət. Gül belə buket da, belə bir buket idi, belə bu boyda olardı buket. Bir dənə cavan uşaq əlində, üzr istəyirəm dönədən tamaşaçılarımdan, yoldaşım da bizlə bir yerdə çalışırdı da, o görür ki, bıçaq çıxarır. Gülün arxasında bıçaq var bunun əlində. Oradan yoldaşım administratora deyir ki, o gülü qoymayın, versin, vuracaqlarsa mayanı. Və onu heç qoymadılar səhnəyə çıxmağa. Elə güllə bir yerdə çıxartdılar. Amma haqlıydı mı? Əlbəttə haqlıydı, tutdular bıçaq. Əlbəttə bıçaq düşünülmüş şəkildə gəlir vurmağa. Və biz gəldik maşına gələndə tüfənglə gəldilər bizim üstümüzə. Uşaqlar da bizdə də ailə teatrıdır. Bizim orada həm milli mədəniyyətimizi, həm milli mənəviyyatımızı qoruyan yeganə teatrdır. Heç bir yerdə elə bir şey yox idi. İndi bunu qoyub o tərəfə gedirəm. Ağa kişi Kazımov, Allah rəhmət eləsin. Azərbaycanın ən məşhur rejissorları bizi gəlib tamaşa hazırlayırdılar. Deyirdilər ki, heç bir yerdə belə teatr yoxdur, olmayıb. Nə gözəl teatrdır. Hamı ailə, uşaq, körpələrimiz bizlə bərabər böyüdü o teatrda qızım.
Yəni o bizdə din içində din, dil içində dil saxlamaq çox gözəl bir şeydir. Onu ki hər millət eləyə bilmir. Və biz orada həm Azərbaycanlı kimi öz o ailə tablomuzu qoruyurduq, həm milli mədəniyyətimizi olduğu kimi necə var artıqlamasından qoruyurduq. Və biz onunla bərabər mübarizə aparırdıq, müharibə aparırdıq. Biz orada bu teatrı belə yaşatdıq. Ona görə bugün burada o teatra biraz belə kiminsə artıq söz deyəndə çox incidir. Şəxsən mən çox inciyirəm ki, o teatrda fədakarlar olub, o teatrı fədakarlar yaşadıb. Həm də siz ailə məqamına toxundunuz və sizin həyat yoldaşınız da sizi birbaşa dəstəkləyən və sizinlə bərabər sürəkli qastrollara gedən adam olub, sizinlə bərabər olan adam olub və onun özü də 90'larda metro hadisəsində zərər çəkib, komada yaşayıb və yəni bu baş verən hadisələrin siz içərisində dövr edə-edə bütün ömrümüz, bilirsinizmi, sağlamlığımız getdi. O mənim ömrümdən getdi. O mənim bir qaranlıq bir gəncliyim oldu mənim. Nə sənətim gəldim 88-də o qaçqınlıqda gəldi. İndi onu tamaşaçılar bir təkrar eləmək istəmirəm. Mən istədiyim, mənim içimdə olan, beynimdə olan, canımda, qanımda olan bizim o milli musiqilərimiz ki var. İraq kərküklərinin musiqiləri, türkülər var. O qədər bizim çox zəngin bir musiqi növlərimiz, janrlarımız var. Həm də sizin çalarlarınız da fərqlidir və əziz tamaşaçılarımız, Samaya xanımı mən daha yaxından tanıyıram və biz müəyyən bir məclislərdə olanda Samaya xanımın nəfəsindən gələn özünə məxsus ahəstə, pəstdən bir zümzüməsi olur ki, o zümzümə həqiqətən bizi çox uzaqlara aparır və bu məhz o mirizmaları istifadə edə bilmək bunun özü fərqlilikdir. Bilmirəm, işarə edirlər ki, 3 dəqiqəmiz var reklamlara keçid almağa, amma ahəstədən, Xəzərin sahilində mənim sevdiyim o türküdən bir parça az da olsa oxuya bilərsinizmi? Oy gəlin. Məni atıb yad ellərə vararsan, məni atıb yad ellərə vararsan, dərin dərin sevdalara dalansan, oy gəlin gəlin ay zalım, sevdalı gəlin, öldürdün məni. Dərin dərin sevdalara dalansan, oy gəlin gəlin ay zalım, sevdalı gəlin, öldürdün məni. Çox üzr istəyirəm, biraz. Heç bir şey yoxdur Samaya xanım. İnanın ki, bax, bu onu istəyir. Hərdən Samaya xanım tərəddüd edir, mən israr etdim də əslində bilirəm. Bilə-bilə mən özüm israr edərək onun nəfəsini bugün Xəzərin sahilində qoymaq istədim. Və Xəzərə bu nəfəsi bəxş etmək istədim. Hər dəfə Samaya xanım deyir, yox səsim mənim yatıb, səsim mənim oturub. Amma bu nəfəs, bu türkü bizim canımızdır, qanımızdır, türkçülüyümüzdür. Bu bizim sevgimizdir, ahımız, naləmizdir, hər şey var bu türküdə və siz onu o qədər gözəl boğazlarla, elə bu boğaz lazımdır. Hələ o istədiyimi eləyə bilmirəm də, yəni səsimdə çox böyük problemlər oldu, ona görə mən istədiyimi, mən nə demək istəyirəm, mənim o arzum, o kamım ürəyimdə qaldı. Yəni məndə o qədər saatlarla, aylarla otursam, o türküləri mən ifa eləsəm, o tükənmir də, çünki o qədər bağlıyam, o milli musiqimizə, aşıq musiqiləridir, muğamımızdır, xalq mahnılarımızdır. Məhz bu boğazı edə bilmək və məhz bu seçimi seçib ifa etmək, bu tamamilə fərqli bir yoldur. 89-cu ildə Azərbaycan radiosuna buradan Allah rəhmət eləsin deyirəm, Elşad Quliyev müəllimə Allah rəhmət eləsin qəni-qəni,
o kişi mənim səsimi eşitdi və dedi, nə qədər var oxu və mənim radionun fonunda nə qədər desəz var o türkülərdə. Mən də bax o mirizmanı çox sevirəm və harda sizi görürəmsə həmən fürsətçilik, türklərlə fürsətçilik yapıb sizə o nəfəsinizdən pay istəyirəm. Qısa bir aramız var. Bax bu dəqiqələr, bu anlar sizə Hacı Seylon çaylarının baş sponsorluğu ilə təqdim olunur. Samaya xanım İsmailova bizimlədir və onun nəfəsinin, fəlsəfəsinin, yaradıcılığının, arzularının, istəklərinin, ruhunun qonağı. Qısa aradan sonra buradayıq. Kanalı dəyişməyin. Verilişin baş sponsoru Hacı Seylon çayları. Gəlin sizə çaydan danışım, özü də əsl keyfiyyətli çaydan. Çünki əsl keyfiyyətli çay özündə 300-dən çox kimyəvi birləşmələr birləşdirir. Və bu birləşmələr insan orqanizminə çox faydalıdır. Əsəbi sakitləşdirir, yorğunluğu aradan qaldırır. Və əsl keyfiyyətli çayı biz harda, necə alaq deyirsinizsə, cavabımız bu olar ki, bu çay Hacı Seylon çaylarıdır. Bəs bu çayları hardan tapaq deyirsinizsə, çox düşünməyə ehtiyac yoxdur. Tayqa Store marketlərindən və digər şəhərimizdə fəaliyyət göstərən market şəbəkələrindən əldə edə bilərsiniz. Və orada müxtəlif növ çay nümunələri var. Yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları əsl keyfiyyətli Azərbaycan brendidir. İmtina edilməyəcəyi təklifdir. Çünki Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir və bu Hacı Seylon çaylarında var. Hər birinizin süfrənizdən əsl dəmlənmiş keyfiyyətli Hacı Seylon çayları əskik olmasın. Hacı Çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Ne oldu kızım? Niye kızdın? Heç keçib gedər qanarəm, hərdən başım ağrır. Çinarə, mən sənin yerini salıb gəl rahatlan. Ayaqda Yaxşı bəs balam Sevda necədir? Yaxşıdır qanarəm. Həmişə sizə xatır. Yaxşı bəs onu niye getməmsən ha? Bak bu saat sen geleceğim ki onu getirsinler bize. Ha? Sen xəstəxanada olanda xəyalı hər gün gətirər yanına. Nə sən darıxırsan, nə də o. Yaxşı. Yox, lazım deyil qanarəm. Niye? Siz əziyyət olaraq, sizdə ham işləyir. Nə ərcək, ay burada, ay qızım, nədir? Ondan bura gətirərik, burada qalır. Yox, lazım deyil qanarəm. Heç bura özümdə gəlmək istəmirdim. Samra xanım təqid elədi. Bir də səhər tezdən çıxıb gedirəm xəstəxanaya. Niye kızım? Bura sənə doğma deyil. Ha? Şahmar atanı o kadar sevirdi ki hatta ağanı bile götürdü. Öyle səni atadı da. Üzr istəyirəm qaynanəm. Əgər atadırsa, niyə bir dəfə maraqlamayıb mən necə yaşayıram? Xoşbəxtəm, bədbəxtəm. Niye ne deyirsən ay kızım axı? Siz özü şahidsiniz ki, toyuna çağırdım, onda da gəlmədim. Pul göndərdi. Elə bil mən onu puluna görə çağırırdım. Ay kızım, ay kızım. Axı sen bilirsin ki Şahmar əminin işi başından aşır. O bilir. Qaynanəmi, ərim avtomobil qəzasında həlak olanda da gəlmədi. Telegram göndərdi. Belə qat olar. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindən sizi salamlayırıq, Xəzərin qoynundayıq. Və belə bir gözəl əhval-ruhiyyə ilə yenidən qoşulan tamaşaçılarımızı salamlayıram. Və qonağımız kimdir? Qonağımız İrəvan Teatrının aparıcı aktrisası. Qonağımız Qərbi Azərbaycan tarixi keşməkeşlərinin canlı şahidi, iştirakçısı, yaradıcısı, sənətkarı və gözəl bir xanımı. Samaya İsmailova haqqında danışanda o qədər Samaya xanım bəndlər var ki, hansı bəndi açıb, hansı bəndini hamısı müddualardan asılıdır. Yəni ki, hərəsi bir müdduadır və hərəsi bir həyat tarixçəsidir. Biz bunu çalışırıq ki, qısa bir zaman çərçivəsinə salmağa çalışaq, amma bilirəm ki, mümkün deyil. Mən bilirəm ki, Samaya İsmailovanın alt qatında həqiqətən insani dəyərlər, insani dəyərləri yaşatmaq və onu yansıtmaq ətrafa, bütün bunlar çox vacibdir indiki dövrdə və biz gənc nəsil yetişdiririk və biz
bir dövrdən o biri dövrə keçəndə o tərbiyəvi əhəmiyyətlərin də dəyişikliyini görürük. Və biz bayaq verilişin əvvəlində mən əbəs yerə vasitəçi olmağı misal çəkmədim. Bu tarixdən o tarixə vasitəçi olmaq ən böyük məsuliyyətdir. Sən hardan hara nəyi daşıyırsan? Bax, bu sizi kimi sənətkarların üzərinə düşür. Hər zaman bədii vasitələr güclü vasitə olub. Elə 41-45-ci illərdə də bizim 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsinə yansıdılan tamaşalar, çəkilən filmlər, oxunan mahnılar birbaşa tamaşaçıya daha çox sirayət edib, nəinki müəyyən cərəyanlar. Və Samaya xanım, bütün bunları yaşatmaq və bütün bunların da fonunda bir qadın olaraq duruşunu saxlamaq, qadın olaraq ailə meyarlarını qoruyub saxlamaq böyük cəsarət tələb edir. Samaya xanım, mənim sizə sizin haqqınızda, daha doğrusu belə desək daha düzgün olar, sizin haqqınızda fikir bildirən bir xanım var. Mən istərdim ki, o xanımın düşüncələrini eşidəsiniz və o düşüncələr hesab edirəm ki, sizin üçün böyük məna kəsb eləyəcək. Hazırsınız? Hazırım. Gözəl qadın, qayğıkeş insan, hər kəsə sevgisini bildirən, sevgisini qayğı ilə göstərən, övladlarını qəlbində sevgi ilə böyüdən qadın. Sən danışanda sanki elə bilirəm ki, dünyanın ən gözəl musiqisini dinləyirəm. Yaxşı ki, sən mənim anamsan. Yaxşı ki, sən mənim ən gözəl, dəyərli varlığımsan. Bu dünyada var olduğun üçün sənə təşəkkür edirəm. Həmişə yanımızda ol, sağlam ol. Necə ki, arxamızda dağ kimi durmusan, bir sonuna qədər də arxamızda dağ kimi durasan. Yaxşı ki, Samaya xanım, sən mənim anamsan. Çox sağ ol. Təşəkkür edirəm. Allah xoşlar olsun. Allahımdan çox razıyam. Mənə yaşatdığı o əzab əziyyət üçün təşəkkür edirəm Allahıma. O əzab əziyyəti çəkirsən, onu xatırlaya bilirsən. Allah heç kimə baladan imtihana çəkməsin. Mən Allahımdan çox razıyam. Mənə gözəl gül kimi balalar verib, mənə çox gözəl gəlinim, kürəkənim. Yəni ailə bütövlükdə mənim özümün istədiyim, arzu elədiyim bir formadadır. Çünki onu yaratmaq üçün çox əziyyət çəkdim. Çünki mən gözüm açan bir günə həmişə Allaha dua eləmişəm, mənim gözəl ailəm olsun. Və mən ailə qurandan sonra da mən bütün əzab, əziyyətlərə sinə gəldim, dayandım. Hər cürə belə istəməyən oldum. İstəmədilər, sənətimə görə qəbul eləmədilər, amma mən onlara qəbul elətdirdim. Əməlimlə, necə deyirlər, üzr istəyirəm sözə görə, namusumla, qeyrətimlə. Ailəmin hər cür əzabını çəkdim, əziyyətini çəkdim. Çünki o gözəl insan mənə 2 övlad bəxş eləmişdi. O hər zaman mənim sənətimi qorudu, mənim arxamda dayandı. Və mən heç bir çətinlikdən, ona görə də gənc qızlarımıza deyirəm ki, siz çalışın, sizə dəyər verən insanı qoruyun. Qoruyun. Heç vaxt insanı belə qızıl, belə padnosda gətirmirlər insana. Evi də qurulu hazır vermirlər. Qurduğun evin, aldığın o qızılın, həyatda nə varsa ona sənin əziyyətin olmalıdır. Və əziyyəti çəkəndə bəhrəsini görürsən və bugün mən çox razıyam. Samaya xanım, sizin ailə üzvlərinizdən çox insanlar danışmaq istədi və biz Aynurla, sizin qızınızla partizanlıq elədik. Birinci dəfədir bu qədər, neçə illər, adısı 40-ı da keçib yaşı. Hələ bir dəfə də müsahibə verməyib, heç bir televiziyaya yaxın gəlməyib, heç bir verilişə gəlməyib, mənim yanımda olmayıb. Amma mənə doğrudan ən böyük sürpriz mənim üçün. Və sizin, mən bilirəm ki, əziz tamaşaçılarımız, bugün biz bir insanın fonunda o mənəvi dəyərləri aşlamağı özümüzə borc bilirik ki, insan üçün ailə nə deməkdir? Və sizin qardaşınız üçün göstərdiyiniz çabalar, biz qardaşınızla da əlaqə saxladıq və o salamlarını çatdırdı, səhhətinlə bağlı qatıla bilmədi. Samaya xanımın nəvəsi ilə biz əlaqə saxladıq.
dərsdə oldu. Yəni ki, Sağ ol. hamısı öz sevgilərini çatdırdı. Samaya xanımın oğlu Arif bizimlə həm də həmkar olub, onunla da əlaqə saxladıq. Yəni belə qərara gəldik ki, zaman çərçivəsini nəzərə alaraq ümumi ailə adından Aynur öz istək və fikirlərini bildirsin. Çünki Aynur da, Arif də, sizin nəvələriniz də, o gözəl gəlininiz də hamısı bir mənalı şəkildə həqiqətən bəlağətsiz və səmimi, nə yaxşı ki bizim anamız Samaya xanımdır dedilər. Və verilişin əvvəlindən o keşməkeşli sözlərdən ki biz danışdıq, onun mükafatı budur. Bəli, əlbəttə. Onun mükafatı budur. Bəli, Və qızım. bundan ali və bundan dəyərli mükafat ola Heç nə bilməz. yoxdur. Mən hər vaxt deyirəm, mən Allahdan bəxsə dedim, bir adi bir iştirak dedim, o qaçqınlıqda Allaha dua eləyirdim ki, mənim 2 metr eni, 2 metr uzun bir yerim olsun. Mən körpələrimlə, ailəmlə o göy çadırın altında balalarım yağışa, borana düşməsin. Yəni, ailə çox vacib şeydir mənim əzizlərim, mənim əziz tamaşaçılarım, cavan gənclərimizə əsasən üzüm tutub deyirəm, qoruyun sizi. İndi bugünkü gün hər kəs sevib evlənir də, heç kəsin məcbur evləndirmirsən ki. Amma çox gözəl şeydir. Yuvası olmaq çox gözəl şeydir. Allah hər kəsə gözəl övlad, gözəl ailə nəsib eləsin. Amin inşallah. Ömür boyu da uğurda mübarizə aparın. Və Samaya xanım həm də gözəl rəfiqədir. Rəfiqəliyi saxlaya bilmək, onu illərə kökləyə bilmək, yaradıcı insanlar üçün çox çətin. Çünki onlar hiss adamıdırlar. Onlar üçün hiss daha önəmlidir, nəinki başqa tərəflər. Və sizə yaxın bir rəfiqə, bizim də hamımızın sevdiyimiz bir xanım var ki, o da sizə öz ürək sözlərini deyib. Mən fürsətdən istifadə edib onu da həmən. Oy, sənə qurbanım. Əzizim Samaya, mənim hər dəfə əzizim dediyim, anam dediyim, bacım dediyim gözəl insan. Səni çox sevdiyimi bilirsən. Çünki sən dürüst adamsan, gözəl xanımsan, əl açıq xanımsan. Ürəyində elə özün boyda gözəl arzular var. Və bu arzuların üçün olması təkcə sənin doğmaların üçün deyil. Hər kəs üçün sən istəyirsən ki, dünya gözəl olsun. Mən sənə həmişə sağlamlıq arzulayıram. Çox sevdiyin səhnədə olmağı arzulayıram. Övladlardan arasında olmağı arzulayıram və bizim yanımızda olmağımızı arzulayıram. Çünki sən öz məntiqinlə, öz təcrübənlə, öz ağbirçəkliyi ilə həmişə bizim qarşımızda, önümüzdə olmasan. Baxmayaraq ki, biz səndən cismani olaraq balacayıq, amma həmişə çalışmışıq ki, özümüzü sənin yanında hiss eləyəndə daha qürurlu, daha böyük, daha nəhəng görək. Çünki bu şəraiti sən yaratmışsan. Sən dostluqda sədaqətlisən, sən insanlıqda əvəzi, tayı bərabəri olmayan böyük bir ürəyə maliksən. Ürəyin həmişə sağlam olsun, həmişə gözəl olasan, həmişə yanımızda olasan. Çox sağ ol əzizim, çox sağ ol, çox təşəkkür edirəm. Telli xanım mənim dərd yoldaşım olub. Telli xanım mənim ən dar günümdə yanımda olan bir insandır. O mənim üçün çox dəyərlidir. Telli xanım jurnalistdir, o heç Azərbaycanda yox, dünyada bir dənə hesab edirəm, amma mənim üçün çox dəyərlidir. Samaya xanım, biz bunu inanırıq və biz bunu görürük, biz bunun bariz şahidiyik və biz verilişimizin öncəsində sizi sadaladığımız titullar içərisində bir qərbi Azərbaycanlı adı da dedik və həqiqətən də əsl qərbi Azərbaycanlı xanım olaraq sizə elə qərbi Azərbaycan icmasının, Qadınlar Şurasının sədri Məlahət xanımın da bir fikri var. Yəni ki, biz çalışmışıq ki, çox şaxəri formada sizə bu gözəl münasibəti yansıdaq. Nə gözəl. Xoş gördük, hörmətli Fəxriyə xanım və dəyərli Səmaya xanım. Sizi efirdə görmək çox xoşdur. Səmaya xanımı hər dəfə görəndə onun o kövrək və incə səsi ilə Azərbaycan xalqının əsrlər boyu yaratmış olduğu mədəni irsinin, xüsusilə də xalq mahnılarının, el mahnılarının təbliğ olunmasında, yayılmasında, qorunmasında onun fədakar və zəhmətkeş əməyini gözümüzün önünə gətiririk. Bir fikir olaraq demək istərdim ki, Səmaya xanım, bildiyim qədər siz Qərbi Azərbaycanda vaxtı ilə əsrlər boyu, 10 illiklər boyu yaranmış
bizim mədəniyyət incilərini, mədəni mirasımızın, mədəni irsimizin araşdırılmasında bildiyim qədər çox çalışırsınız və onun bugün gündəmə gətirib unudulmuş mahnıları, unudulmuş xalq mahnılarını, el havalarını axtarışınla məşğulsunuz və onun yenidən necə deyirlər, nəfəs verərək öz o gözəl səsinizlə, kövrək və incə səsinizlə bunu yenidən necə deyirlər, yayılmasında, qorunmasında müəyyən çalışmalarınız var. Onun fikirlərini öyrənmək istərdim ki, o bu gün də Qərbi Azərbaycanda yaranmış bu mədəni irsimizlə bağlı hansı layihələr üzərində işləyir. Çox təşəkkür edirəm Səmaya xanım. Fürsətdən istifadə edib sizə uzun ömür arzulayıram, sizə can sağlığı arzulayıram. Mən çox təşəkkür edirəm Məlahət xanıma. Məlahət xanımı mən neçə illərdir, 90-cı illərdən tanıyıram. Mənim o qadına qarşı indi həmişə də yüksək səviyyədə münasibətim olub. Sadəcə görüşmürdük, çoxdandır, neçə illərdir görüşmürdük. Və mən bu icmamızda, Qərbi Azərbaycan icmasında inanın ki, mən Məlahət xanımı yenidən kəşf elədim. Məlahət xanım mənə verdiyi o dəyər gördüm. Onun mənə olan məhəbbətini gördüm. Onun, inanın ki, bilmirəm, mən o sözü necə tələffüz eləyim, təkrar istəmirəm. Doğrudan Məlahət xanım doğrudan da mənim üçün qiymətlidir. Bəli. Çox sevirəm və onun sualının cavabı da odur ki, mən araşdırıram və mən Azərbaycan televiziyasının, radiosunun fondunda bax, bugün araşdırdığımız nəğmələr, orada mən 35 il qabaqdan mən o yolda çabalamışam, çalışmışam. Mənim 100-dən çox fondda olan, hələ mənim öz şəxsi arxivimi demirəm, o mahnılar var, yenə deyirəm, mənə bir ömür versələr, o mahnıları mən qutara bilmərəm. Mən istəyirəm onları gənclərimizə çatdırım, öyrədim. Ona görə də indi İrəvan ansamblı yaranıb konservatoriya nəzdində. İnşallah ki, gələn aydan mən bütün hər şeyi qoyub bir yana o ansamblda bu mahnıların yaşadılması uğrunda mübarizə aparacaq, işlər görəcəyik inşallah. Təşəkkür edirəm, çox sağ olun. Samaya xanım, vaxt necə gəldi, keçdi bilmirəm. Amma sizdən doymaq olmur və bugün biz belə bir məkandayıq ki, biz ancaq ruhdan, ancaq biz gözəllikdən, ancaq biz sevgidən, ancaq biz dəyərdən, sənətdən danışa bilərik. Çünki Xəzərin sahilindəyik və çünki gözəl bir məkanda, yaxt klubdayıq və çünki gözəl bir gülçiçək içərisindəyik. Ağ çiçəyimdəndir bu gözəl güllər. Və Samaya xanım, veriliş boyu içdiyiniz və verilişdən öncə də içdiyiniz bu çaydan sizə hədiyyə edirik və onunla da bərabər sizə gözəl bir gül buketini hədiyyə edirik. Görürsünüz, bəyəfəndi öncə gülü verdi. Təşəkkür edirəm, çox sağ ol Cəmil. Canım mənim, çox sağ ol, mən təşəkkür edirəm. Bu çayı dəmləyin, için və təşəkkür edirəm əzim. Əziz tamaşaçılar, bu çay mənim evimdə paçkalarındandır. Hər dəfə gələndə bu çaydan gətirib bizə. Bu çay bilirsinizmi, bizim gəncliyimizin o şey var, gəncliyimizdə içdiyimiz o çayın Seylon Seylon, bəli. O da çox məşhur idi, özdə hər evdə tapılan bir çay idi. Çox gözəl çaydır. Mən çox istəyərdim tamaşaçılarımız bu çaylardan istifadə eləsinlər, doğrudan da. Bax, çay var ki, demək qoyursan, başqa stəkanda durub bayaqdan görün, bir dənə rəng ləkə var. Çox təmiz çaydır. Böyük məmnuniyyətlə də içdim. Samaya xanım özü səhhətinin qədrini elə bilir. Samaya xanım elə qəşəng türkə çarələri var ki, o əgər bu çayı seçirsə, demək ki, bu məsləhətdir. Yox, həqiqət, bax, səmimi deyirəm. Mən bayaqdan, mən bax, çay süzüləndə birinci stəkanın o qıraqlarına baxıram. Əgər orada o ləkə yoxdursa, deməli, o çay təmiz çaydır.
Samaya xanım, sizə can sağlığı arzu Sağ ol, edirəm. qadın hanım, çox sağ ol. Süfrəniz hər zaman gözəl çay sağ və ol. gözəl nemətlərlə bəzənsin. Sağ ol, Gül qadın. çiçək qədər əl-əlvan Sağ ol. olasınız. Sağ ol, Könlünüz canım hər mənim. zaman sevinsin və əziz tamaşaçılarımız, bu gün yenə də daha bir sevginin ağuşunda sizinlə bərabər olduq. Deyirlər, aydın yazılanı oxucular, qaranlıq yazılanı isə şərhçilər təhlil edir. Yəni. Bu gün Samaya xanımın aydın, doğru, şəffaf fəaliyyətini siz tamaşaçıların ixtiyarına verdik və ümid eləyirəm ki, buradan göndərdiyimiz sevgi sizə də yansıdı. Görüşmək ümidi ilə Allah amanında ardı var deyərək növbəti gündə görüşəcəyik sizinlə. İnşallah.